7-ci sinif növbəti videoda xoş gördük. Və bugün deməli səhifə 22-ni işləyirik. Nə deyir? Rasional ədədlərin toplanması və çıxılması. Gəl əvvəlcə bunun bir izahatına baxaq. Bilirsən ki, hər mövzu üçün qısa PDF hazırlayıram və bu PDF-ləri ümumi də əldə edə bilərsiniz və yaxud da WhatsApp qrupuna da hər dəfə paylaşıram. Rasional ədədlərin burada yazılışında biraz səhvlik var, eyb yox. Rasional ədədlərin toplanması və çıxılması. Deməli bizə birinci nə lazımdır? Eyni işarəli ədədlərin görürsənmi? Eyni işarəli ədədlər olanda, yəni eyni işarə nə deməkdir? Hər ikisi də mənfidirsə toplayırıq, hər ikisi də müsbətdirsə toplayırıq. Onda deyir sadəcə bunların özlərini topla və qarşısındakı bunların öz işarəsini yaz. Amma müxtəlif işarəli ədədləri toplayanda, işarələri müxtəlif olan ədədləri toplayanda, görürsünüz, deyir ki, modul kiçik olan moduldan, böyük moduldan kiçik modul çıxılır. Deməli, müxtəlif işarələrdə çıxma əməlidir. Diqqət, bax, bu A çıx B2 var. Bu əslində A üstə gəl mənfi B deməkdir. Bu əslində deməli, müxtəlif işarəli ədədlərin toplanması kimidir. Müxtəlif işarəli ədədləri də toplayanda nə dediyi eləyirik? Böyükdən kiçiyi çıxırıq və əssalam. Sonra rasional ədədlər çoxluğu Q ilə işarə olunur və s. Və burada önəmli nümunə vermişəm. Diqqətlə incələyin və biz misallarımıza keçək. Bəli. Deməli, çalışma 1. Deyir, rasional ədədlərin cəmini tapın. Biz, dəyərli şagird, gəl mən burada sənə yeni bir səhifə açım. Çünki kitabın üstündə o cür burada biraz yer azdır deyən rahat yazmaq olmayacaq. Və bu birinci çalışmamız. Deyir ki, mənfi 5-də 3 ilə mənfi 5-də 1-i topla. Mən bayaq nə dedim? Eyni işarə olanda, bax bu da eyni işarədir, bu da eyni işarədir. Eyni işarə olanda dəyərli şagird. Bunların özlərini toplayırsan, yəni 5-də 3 ilə 5-də 1-i toplayırsan. Amma qarşıda bunların işarələrini yazırsan. Deməli, cavabımız olacaq mənfi 5-də 4 və salam. B bəndinə baxaq. Mənfi 9-da 2 ilə mənfi 9-da 5-i toplayıblar. Düzdürmü? Bax, ikisi də mənfi deməyib, bəli. Deməli, neyniyəsən? 9-da 2 ilə 9-da 5-i toplayassan, neçə eləyəcək? 9-da 7. Qarşısına da bu işarəni yazacaqsan və salam. C bəndi. Burada dəyərli şagird, biri mənfidir, biri müsbətdir. Bax, bunun qarşısında heç nə yoxdursa, bu müsbət sayılır. Bax, yadında saxla. Onda deməli biz, bu nə gedir? Müxtəlif işarə gedir. Və mən də PDF-də nə yazmışdım? Müxtəlif işarəli ədədlər toplayanda böyükdən kiçiyi çıxmaq lazımdır. Burada böyük təbii ki 13-də 5-dir. Deməli, mən nə yazacağım? 13-də 5-dən 13-də 1-i çıxacam. Dəyərli şagird, bax, diqqətli ol. Amma böyüyün işarəsi, böyük daha güclüdür. Böyüyün işarəsi də nədir burada? Dedik ki, heç nə yoxsa müsbət sayılır. Deməli, böyüyün işarəsi qarşıya qoyulur. Və biz bilirik ki, müsbət işarəsi zaten yazılmır. Ona görə müsbət işarəsini yazmayacağım. Birbaşa bunun cavabını yazacağım. Belə. Növbəti D variantına baxıram. 11-də mənfi 2 ilə 11-də 4. Ay müəllim, bax, biri mənfidir, amma biri müsbətdir. Əla. Müxtəlif işarəli gedir bunlar. Necə dedik səndən yazacağıq? Böyükdən kiçiyi çıxacaq. Böyük hansıdır? 11-də 4. Kiçiyi hansıdır? 11-də 2. Çıxdın, mötərizədə yaz. İndi gəlirsən, qarşısına işarə qoymalısan. Böyük hansıydı? Gəlirəm, böyüyün işarəsinə baxıram. Nədir? Müsbət. Bayaq dedik ki, müsbəti yazmayaq. Bəli, müsbət işarəsi qoyulmur, amma müsbət kimi başa düşürür. Deməli, cavab oldu 11-də 2.
Y variantına baxaq. -4/7 ilə -2/1. Ay müəllim, hər ikisi mənfidir, deməli bunlar eyni işarəlidir. Bəli, eyni sözü nə deməkdir? Yəni toplamaq deməkdir. Onda mötərizədə mən 4/7 ilə 2/1-i toplayacağam, lakin 2/1-i də istəyirəm 4 məxrəci ilə yazım. Bunun üçün bilirsən də, sürəti məxrəci 2-yə vurmaq lazımdır. Bəs qarşıya nə işarə qoyacağıq? Qarşıya bunların elə öz işarələri qoyulmalıdır. Cavab -4/9. İstəsən bunu qarışıq ədədə də çevirə bilərsən. Amma məsələn, mən ehtiyac bilmirəm. Növbəti -3/2 ilə -6/5. Hər ikisi eyni işarədirmi? Bəli, nə edirdik onda? Bunların özlərini toplayırdıq, qarşıya mənfi yazırdıq. Çünki hər ikisi mənfidir. İndi bunları toplayanda 3-ü 2-yə vuraram ki, eyni məxrəcə gəlsin. Deməli, nəyə dönüşür? 6-da 4 ilə 6-da 5-in toplanmasına dönüşdü. -6-da 9 yazıram. Bunu da əlbəttə ki, ixtisar eləyək. 3-ə ixtisar eləsək, 2-də 3 qalır. Yox, burada yer var. Gəl, C bəndini də yazmaq istəyirəm. Deməli, -8-də 7, üstə gəl, 12-də 11. Aha, burada artıq biri mənfidir, amma biri müsbətdir. Nə edirdik o zaman? Böyükdən kiçiyi çıxırdıq. Ay müəllim, mən nə bilim burada hansı böyükdən hansı kiçik? Bəs axı sən ortaq məxrəcə gətirməyi bacarırsan. 8 ilə 12-nin ortaq məxrəci 24-dür deyən, buranı 3-ə vururam, buranı 2-yə vururam. Deməli, mənim əslində misalım belə bir misala döndü. -24-də 21 ilə 24-də 22-ni toplamaq istəyiblər. Hə, onda indi görsənir ki, böyük olan 24-də 22-dir. Çıxacam 24-də 21-i. Böyüyün işarəsini qarşıya yazmaq lazımdır. Böyük işarəsi zaten müsbətdir deyən, qarşıya heç bir işarə yazmıram. 24-də 1 cavabımız olur. Növbəti H bəndi ilə davam edək. H bəndində 9-da 5 ilə 12-də -5-i toplamaq istəyiblər. Yenə biri mənfi, biri müsbətdir. Deməli, mən yenə böyükdən kiçik çıxmalıyam. Amma hansının böyük, hansı kiçik olduğunu təyin eləmək üçün ortaq məxrəcə gətirirəm. Buranı 4-ə vuracam, buranı 3-ə vuracam. Deməli, mənim misalım nəyə dönür? 36-da 20 üstə gəl, 36-da -15. Əla. Deməli, mötərizədə mən böyükdən kiçiyi çıxacam. Mötərizənin qabağına böyüyün işarəsi. Böyüyün işarəsi də zaten müsbətdir deyən heç nə yazmıram. Cavabımız olur 36-da 5. Sonra İ bəndini baxaq. 17-də 8 üstə gəl. 17-də -7 üstə gəl. 17-də -3. Dəyərli şagird, belə misallarda mən sənə təklif eləyirəm ki, əvvəla eyni işarələri tap. Axı biz eyni işarələri toplayırdıq. Əla. Eyni işarələr bir budur, bir budur. Deməli, mən nə yazım? Bax, 17-də 8-i yazıram, bu heç. Sonra üstə gəl, bu üstə gəli qoydum. Bax, bu ikisi də mənfi olanda nə dedim bayaq yazırıq? İkisini də toplayırıq. Bu eləyir 17-də 10 və işarəsini də saxlayırıq. Hə, indi nəyə dönüşdü misalım? İndi müxtəlif işarəlilərə dönüşdü. Bəs bu zaman nə edirdik? Bu zaman böyükdən kiçiyi çıxırdıq. Böyüyümüz təbii ki 17-də 10-dur. Çıxıram 17-də 8-i, amma mötərizənin qarşısına böyüyün işarəsini yazacağam. Böyüyün işarəsi də mənfidir.
bərabərdir. Deməli, cavabı mənfi 17-də 2. Vəssalam. J bəndinə baxaq. Mənfi 12-də 7 plus 12-də mənfi 1 plus 12-də 3. Hə, müəllim, gəl belə eləyək. Bax, bu ikisi eyni işarədir. Mən bunları toplayım və işarəsini də saxlayım. Onda bunun cavabı mənfi 12-də 8 olacaq. Əlasan. Sonra 12-də 3 ilə toplayanda, müəllim, biri mənfi, biri müsbət olduğuna görə biz böyükdən kiçik çıxacağıq. Bəli, 12-də 8-dən 12-də 3-ü çıxacaqsan, bəs işarə nə qoyacaqsan? Hə, işarə dedik, böyüyün işarəsini qarşıya qoyuruq. Əla. Deməli, mənfi 12-də 5. K bəndinə baxaq. 4-də 11, üstə gəl 8-də mənfi 1, üstə gəl 16-da mənfi 5. Burada diqqətli ol, əziz şagirdim. Nədə diqqətli olaq? Məxrəclər müxtəlifdir. Gəl bu məxrəcin sürət məxrəcini 4-ə, bununkini isə 2-yə vuraq ki, məxrəclər bərabərləşsin. Onda bizim misalımız 16-da 44, üstə gəl 16-da mənfi 2, üstə gəl 16-da mənfi 5-ə dönüşür. Bəs burada nə dedik? Dedik ki, birinci eyni işarələri toplayaq. Onda bu tək qalır deyən, bunun özünü köçürdürəm. Üstə gəl. Bax, bu ikisinin əvəzinə nə yazırıq dəyərli şagirdim? 16-da mənfi 7 yazırıq. Əla. Bəs indi neyniyək? Təbii ki, biri mənfi, biri müsbət olduğuna görə böyükdən kiçiyi çıxaq. Böyüyümüz 16-da 44-dür. Çıxıram 16-da 7-ni. Böyüyümüz zaten müsbətdir deyən, mən də dedim ki, müsbət olanda qarşıda heç bir işarə yazmırıq. Olur 16-da. Neçə eləyir bu? 37 eləyir də. Belə, sonra sonuncu bəndi də yazaq. Bu eldir, yəqin, idi, bilmirəm axır. Deməli, mənfi 6-da 7, üstə gəl 9-da mənfi 2, üstə gəl 18-də 5. Bayaqki kimi yenə də birinci məsələn, bax, buranı 3-ə vururam, buranı 2-yə vururam ki, məxrəclər eyniləşsin. Onda mənim misalım 18-də mənfi 21, üstə gəl 18-də mənfi 4, üstə gəl 18-də 5 kimi yazılır. Və eyni işarə bu ikisini toplayıb cavabı mənfi kimi yazıram. 25, üstə gəl 18-də 5. Bəs indi neyniyəcəm? Böyükdən kiçiyi çıxacam və böyüyün işarəsini yazacam. Olacaq mənfi 18-də 20. Bunu da istəsəz ixtisar edə bilərsiniz. Davam eləyək növbəti misalla, 2 nömrəli misalla. Bizə deyir ki, cəmi tapın. Yenə də əziz şagirdim, bayaqki misalın demək olar eynisidir. Bir-bir yazaq. Bu dəfə biraz daha sürətli yazaq. Yəni, açıqlamanı bayaq daha detallı elədik. Daha sürətli yazaq dediyim nədir? Bax, eyni işarədirsə, onda sadəcə bu ədədləri toplayırsan və işarəsini saxlayırsan. Onda mənfi 7-də 3 üstə gəl 7-də 1-ə çevrilir. Eləyir mənfi 7-də 4. B bəndinə baxaq. Hər ikisi mənfidirmi? Bəli. Deməli, 5-də 3 ilə 5-də 8-i toplayıram və qarşısına mənfisini yazıram. Cavabımız mənfi 5-də 7. Növbəti C variantına baxaq. Mənfi 7-də 3 ilə 7-də 1. Aha, burada artıq müxtəlif işarədir. Müxtəlif işarədə neyinidir? 7-də 3-dən, yəni böyükdən kiçik çıxdıq.
Bax, böyüyün işarəsini də gətirdik mötərizənin qarşısına yazdıq. Neçə elədi cavabımız? -7-də 2 elədi. D variantı -5-də 3 ilə 5-də 4. Hər ikisi eyni işarə deyil, müxtəlif işarədir. O yüzden böyükdən kiçiyi çıxıram. Böyüyün işarəsi müsbətdir və mən müsbət işarəsini bilirsiniz ki, yazmıram. Olur nə? 5-də 1. Növbəti Y variantına baxaq. -3-də 2 ilə -6-da 5-i toplayıblar. Hər ikisi mənfidirmi? Bəli, əla. Onda mən mənfi qoyub bunların özlərini toplayacağım. Toplama zamanı 3-ü 2-yə vuraram ki, ortaq məxrəc 6 olsun və rahatlıqla cavabımız -6-da 9 olacaq. Bunu da təbii ki, ixtisar etmək lazımdır. F-də -4-də 5, üstəgəl -6-da 1. Hər ikisi mənfidirmi? Bəli, mənfini yazıram. İçəridə 4-də 5 ilə 6-da 1-i toplayıram. 4 ilə 6-nın ortağı 12 olduğuna görə buranı 3-ə vururam, buranı 2-yə vururam. Onda olur. Deməli, 12-də 15, üstəgəl 12-də 2. Cavabımız -12-də 17. Növbəti C bəndi. -3-də 2 ilə 6-da 1-i toplayaq. Gəl əvvəlcə bunun sürət və məxrəcini 2-yə vurum. Olsun -6-da 4 ilə 6-da 1-in toplanması. Biri mənfi, biri müsbət olduğuna görə, deməli, böyükdən kiçiyi çıxıram mötərizədə, amma qarşıya böyüyün işarəsini yazıram. Olur -6-da 3. Təbii ki, bu da ixtisar olunur. Dəyərli şagirdlər, hansılar ki, ixtisar olunur, onu özünüz edə bilərsiniz. Mən videonun vaxtını uzatmamaq üçün o detallara eləmirəm. H-a baxaq, H bəndinə baxaq. Deməli, 4-də 3 ilə -6-da 7-ni toplamaq istəyirəmsə, ortaq məxrəc 12-yə gətirirəm. Deməli, olur burada 12-də 9 üstəgəl -12-də 14. Biri mənfi, biri müsbət olduğundan böyükdən kiçiyi çıxıram. 12-də 14-dən 12-də 9-unu çıxıram. Böyüyün işarəsi mənfidir deyən yazıram mənfini qarşıda. Deməli, cavabım -12-də 5 edir. Sonra hansı bəndimiz qaldı? İ bəndi qalıb. Deməli, -3-də 5, üstəgəl 4-də 3, üstəgəl -6-da 5. Əvvəla, gəl hamısını eyni məxrəcə gətirək. Bunu 4-ə vuraram, buranı 3-ə vuraram, buranı isə 2-yə vuraram. Onda olur -12-də 20, bu olur 12-də 9, bu isə olur 12-də 10 və mən bayaq 3-4 hədli misallarda nə dedim? Dedim, birinci seç, eyni işarələri topla. Deməli, -12-də 20 ilə -12-də 10-u görürəmsə, işarəni saxlayıram və bunları toplayıram. Bu olur 12-də 30. Üstəgəl davamında 12-də 9 qalmışdı axı. İndi nə baş verdi? Müxtəlif işarə alındı. Bu zaman da böyükdən kiçiyi çıxıram və böyüyün işarəsi
mənfi saxlayıram. Cavab mənfi 12-də 21. Bunu da həm ixtisar edə bilərsiniz, həm qarışıq ədədə çevirə bilərsiniz. İstəsəz belə də saxlaya bilərsiniz. Deməli, axırıncı bənd 9-da 1, üstəgəl mənfi 6-da 5, üstəgəl 2-də 3. Əvvəla ortaq məxrəc 18-ə gətirək. Buranı 2-yə vururam, buranı 3-ə vururam, buranı da 9-a vururam. Nə baş verdi? 18-də 2, 18-də mənfi 15 və 18-də 27. İndi eyni işarələr görürəm. Bax, bu da müsbətdir, bu da müsbətdir. Axı, eyni işarələri toplayırsan, işarəsində olduğu kimi saxlayırsan. Deməli, işarə müsbət qalacaq. Onda olacaq 18-də 29 plus 18-də mənfi 15. İndi neyniyək? Müxtəlif işarədir deyə böyükdən kiçiyi çıxıram. Amma böyüyün işarəsini yazıram. Böyüyün işarəsi də zaten müsbətdir deyə yazmıram. Onda olur 18-də 14. Bunu da ixtisar edərsiniz. Gəldik səhifənin sonuncu tapşırığına. Biraz yorucu oldu. Nəsə çox danışdım. Üçüncü tapşırıq. Ümid edirəm ki, faydalıdır dəyərli şagirdlər. Bax, bu əziyyətimin qarşılığında siz də təşəkkür baxımından bir like atın. Xoş sözlərlə kommentlərdə yazın ki, mənə də motivasiya olsun, bilim ki, sizə faydalıdır və mütləq sinif yoldaşlarınızla paylaşın ki, belə bir faydalı kanal var, siz də faydalanın. Ev tapşırıqlarında onlara da kömək olsun. Və təbii ki, bizim ödənişsiz WhatsApp qrupuna gəlin. İndi davam edək. Toplama əməlini yerinə yetirin. Mən baxıram ki, dəyərli şagird, bunlar ikisi də eyni işarədir. Eyni işarə görəndə neynirdim mən? Bunları sadəcə toplayırdım. 5-də 4 ilə 1 tam 5-də 1-i toplayanda 1 tam 5-də 5 eləyir. Amma qarşıya bunların işarəsini yazırdıq. İndi 5-də 5 axı 1 tam deməkdir, elə deyil. Bu 1 tamla da bu 1 tam birləşir. Deməli, cavabımız eləyir mənfi 2 tam. B variantına baxaq. Burada müxtəlif işarə görürəm. Bu zaman, dəyərli şagirdim, əvvəla mən bunun məxrəcini 4-ə çatdırmaq üçün 2-yə vurum. Onda olacaq mənfi 4-də 2, üstəgəl 2 tam 4-də 1. İndi bunları hesablayanda mən sənə bir burada gözəl yol deyəcəm. Bax, burada bunların kəsir hissələrini hesabla. Tamı qarşıya yazarıq. Deməli, necə hesablayaq? Daha doğrusu tamı sonra istifadə eləyərik. Və ya mən sənə başqa bir yol deyim. Əgər bu yol sənə çətindirsə. Çünki çox vaxt şagirdlər bu yolu sevmir. Niyə? Çünki kəsirlərlə işləyirlər, sonra tam qarışır. Onda, dəyərli şagird, bax, onda 2 yol dedim də sənə. İkinci yol da budur. Mənfi 4-də 2 üstəgəl bunun özünü də düzgün olmayan kəsirə çevirir. Bu da 4-də, axı 2 4-ə vurub üstünə 1 gəlirsən, 4-də 9 deməkdir. Bax, bu daha rahatdır. Düzdür, bəzi şagirdlər və yaxud da müəllimlər bu yolu belə deyim də, xoşlamırlar deyil də, belə deyim də, biraz zəif yol hesab edirlər. Amma düşünsək ki, sinifin cəmi 2-3 nəfəri digər yoldan istifadə edə bilir, qalanları eləyə bilmir. Təbii ki, onları öyrətmək məqsədi ilə bu yol daha gözəl yoldur. Həm də sizə hansı rahatdır, ondan istifadə edin. Kimin nə dediyi sizə maraqlı olmasın. İndi mənfi 4-də 2 ilə 4-də 9 axı müxtəlif işarədir. Onda nə edirdik? Böyükdən kiçiyi çıxırdıq. Yəni 4-də 9-dan 4-də 2-ni çıxıram, 4-də 7 və böyüyün işarəsini yazıram. Böyüyün işarəsi də zaten müsbətdir.
Və C bəndinə baxaq. Deməli, mənfi 2-də 2 tam, daha doğrusu 2-də 1 ilə 6-da 1-i toplayaq. Əvvəla bunun məxrəcini və sürətini 3-ə vurmaqla 6-ya gətirirəm. Mənfi 2 tam 6-da 3 deməkdir bu. Aha. Və bunu düzgün olmayan kəsr şəklində yazıram. Bu deyilir 16-da 15. Daha doğrusu üzrlü say. 6-da 15. Üstünə gəlirəm 6-da 1. Nə dedik bayaq? Müxtəlif şarə olanda böyükdən kiçiyi çıxacaqdıq. Çıxaq 6-da 15-dən 6-da 1-i çıxıram. 6-da 14 və böyüyün işarəsini dedik yazacaqdıq. Yazdıq. Bunu da təbii ki, ixtisar edərsiniz. D variantına baxırıq. Mənfi 4-də 3 ilə 1 tam 8-də 1-i toplamaq istəyirəm. İkisi də işarəsi müxtəlifdirmi? Bəli. Deməli, böyükdən kiçik çıxacaq. Amma gəl birinci bunun sürət və məxrəcini 2-yə vurum ki, məxrəcin eyni olduğu rahat görə bilim və bunu da düzgün olmayan kəsrə çevirsəm, bu eləyir 8-də 9. İndi rahatlıqla böyükdən kiçiyi çıxaram. 8-də 9-dan 8-də 6 çıxacam. 8-də 2 və böyüyün işarəsi zaten müsbət olaraq qalır. Bunu da təbii ki, ixtisar edirik. Qalır 4-də 1. Və Y variantı 4-də 5 üstə gəl mənfi 1 tam 9-da 2. Əvvəla ortaq məxrəc. Buranı 9-a vuracam, buranı 4-ə vuracam. Bu olacaq 36-da 45. Bu isə olacaq 1 tam 36-da mənfi 8. Aha, indi bunu düzgün olmayan kəsrə çevirim ki, mənə hesablama rahat olsun. Olacaq 36-da 40. Neçə eləyir bu? 44. Və mənfi özdə. Və biri mənfi, biri müsbət olduğuna görə, dəyərli şagirdim, dedik ki, böyükdən kiçik çıxacağıq. 36-da 45-dən 36-da 44 çıxıram. 36-da 1 eləyir və müsbət işarəsi olduğu kimi qalır. Zaten o da yazılmır. Belə, dəyərli şagirdim, bu səhifə ilə artıq bitirdik. Növbəti səhifəni, növbəti videoda görüşərik.